Bu siqareti tərk etməklə bağlı iradə ortaya qoyulması ilə bağlı bir məsələ yadıma düşdü. Bu bir neçə il əvvəl olan söhbətdir. Aran rayonlarından olan bir pasiyentin qohumunun başına gələn bir söhbətdir. Deməli, bu köhnə insanlar özünüz bilirsiniz ki, söz verməyə böyük əhəmiyyət verirlər. İki dost olur, yəni bu harasa 60-70-ci illərdə olur. Bunlardan biri o birisinə deyir ki, sən öl, indən belə siqaret çəkməyəcəm. Amma bu da ki, yəni bunlar 60-70 yaşına yaxın olur. Uzun müddət, yəni 30-40 il siqaret stajına malik şəxslər olur. Nəysə bu qayıdır öz evinə, qonşu kənddə olurlar, o birisi də öz evinə. Bu bir neçə gün siqaret çəkmədikdən sonra bəzən siqaret uzun müddət çəkən və xüsusən də filtrsiz siqaret çəkən şəxslər birdən tərk edəndə problemlər çıxmağa başlayır. Yəni bu xəstədə narahatçılıqlar çıxır, xəstədə təngi nəfəslik, ciddi tərləmə və s. problemlər çıxır. Yəni buna deyirlər ki, mütləq siqaret çəkməlisən. Bu da deyir ki, yox, mən falan kəsə sən öl vurmuşam. O icazə verməsə mümkün deyil. Yəni 60-cı illərdə bilirsiniz, maşın tapmaq çətin idi. Bir maşın tapılır, gedir qonşu kəndə, həmin adamı gətirirlər. Onun yanında o deyir ki, yaxşı da mən bu sözdən keçdim, indən belə sənə icazə verirəm. Yəni bəzən o köhnə insanlarımızın belə bir xüsusiyyətləri də olub.